Azərbaycan tələbələri və yaxud da rezidentləri sizə tibb ilə əlaqədar müraciət edirlər və edirlərsə də əsas səbəb nədir? Əslində qalsa bu çox həssas sualdır. Niyə həssas? Bəli, mənə müraciət edirlər həm Azərbaycanda, həm Almaniyada və Almaniyada demək olar ki, həftədə 2-3 e-mail mənə gəlir ki, doktor, sizin klinikada təcrübə keçmək istərdik. 1 aylıq, 3 aylıq maksimum müddət olur hər zaman. Və bu tələbələrimizə, rezidentlərə mən həmişə müsbət olaraq cavab verirəm. Belə hallarda bu tələbələr və yaxud da rezidentlər bizə müraciət edirlər və həmişə mən onlara müsbət cavab verirəm, dəstək olmağa hazıram. Sadəcə çox zaman maddi duruma bağlıdır bu məsələ. Niyə? Çünki bizim klinikada yataqxana olmadığından dolayı onlar istəyirlər ki, yataqxana pulsuz olsun və yataqxanadan başqa klinikanın özü maddi yardım etmir. Çünki əslində qalsa bu tələbənin və yaxud da rezidentin öz marağı olmalıdır. Belə halda mən tərəfdən, yəni bir direktor müavini olaraq hər zaman dəstək gözləyə bilərlər və o dəstəyi alırlar. Artıq sonraki dövr onların özlərinin maddi duruma bağlıdır. Rezident məsələsinə gəldikdə isə, bəli, rezidentlik məsələsində də yardım edirəm. Əgər bizdə yeri boşsa və yaxud başqa bir şöbələrdə boş yer varsa, bu barədə mən yardım edə bilirəm. Lakin oradakı prosedurlar, Almaniyada olan prosedurlar, dil imtahanından keçmək, sonra həmin o diplomu təsdiq eləmək məsələsi gəldikdə, bu halda uzun müddət tələb oluna bilər. Və bu uzun müddətdə həmin o həkimlər öz maddi hesabına orada qalmalıdırlar. Yenə də gəlib çıxırır ki, öz maddi hesabında problem olarsa, artıq məhdudiyyətlər yarana bilər.